Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'natu daim ala a'daihim ecmain minel âne ila kıyavmi yevmiddin. Qala Sadık aleyhisselam innel Kur'ane zacirun ve amirun ya'muru bil cenneti ve yazcuru anin nar. Bizim mövzumuz həmişəki kimi qeyd edirik ki, Qur'an elmlərindədir, Qur'an mövzularındadır. Keçən mövzumuzda Qur'ana nisbət verilən ad və sifətlər haqqında danışmışdıq və bir neçəsini qeyd edib onların da mənasını izah etmişdik. İnşallah bugünkü mövzumuzu da hədislərdə Qur'anın vəsfi mövzusu ilə davam edərik. Yəni Peyğəmbərdən, Əhl-i Beytdən Qur'an haqqında nəql olunan, Qur'anı vəsf edən hədislərin bir neçəsini qeyd edərik və bununla da inşallah Qur'anı daha da yaxından tanımış olarıq. Qeyd etdiyimiz hədis İmam Sadiq əleyhissalamdandır. İmam Sadiq əleyhissalam buyurur: "İnnel Qur'ane zacirun və amirun." Həqiqətən Qur'an nəhy edən, çəkindirən və əmr edəndir. Yə'muru bil cənnəti, Qur'an cənnətə əmr edir və yazcuru əninnər. Və Qur'an cəhənnəmdən nəhy edir, yəni cəhənnəmdən çəkindirir. Biz bu hədisə baxdıqda, bu hədisi analiz, təhlil etdikdə görürük ki, İmam əleyhissalam bu hədisdə Qur'anı iki xüsusiyyətlə vəsifləndirir. Birincisi, Qur'an deyir amir, yəni əmr edəndir. İkinci də zacir, yəni çəkindirən, nəhy edən. Biz İslam prinsiplərinə, əməli prinsiplərinə baxdıqda görürük ikisi əl-əmru bil-məruf və nəhy anil münkər. Bu iki bənddən ibarət olan hissəsidir ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək. Biz Qur'an-ı Kərimə də baxdıqda, Qur'anın ayələrinə də baxdıqda, Qur'an bu iki əməli, yəni əl-əmru bil-məruf, yaxşı işlərə dəvət, nəhy anil münkər, pis işlərdən çəkindirmək, bu iki prinsipi ən kamil, ən gözəl şəkildə yerinə yetirir. Yəni Qur'an bizi pisliklərdən çəkindirir və bizi yaxşılıqlara dəvət edir. İndi Qur'an bizi nəyə əmr edir? Qur'an bizi nədən çəkindirir? Bu suala cavab olaraq biz Qur'ana baxdıqda, Qur'an bizi Allahın vacib buyurduğu əməli məsələlər, namazdır, orucdur, xumus, zəkat, həc, bunlara dəvət edir, bunlara əmr edir. Eyni zamanda fərdi, ictimai, əxlaqi məsələlər ki var, onlara riayət etməyə dəvət edir, pis işlərdən çəkinməyə dəvət edir, halal yeməyə dəvət edir. Bizi nədən çəkindirir? Qur'an bizi bütün fitnə fəsad törədə biləcək hər bir əməl ki var, onlardan çəkinməyi bizə tövsiyə edir. Yəni onlardan çəkinməyi bizə göstəriş verir. Məsələn, qeybətdir, yalandır, böhtandır, şər danışmaqdır, pis söz danışmaqdır, zina etməkdir, oğurluq etməkdir. Qur'an bizi bunlardan çəkindirir, bunlardan nəhy edir. İmamın sözü ilə desək, Qur'an bizi Allahın vaciblərinə əmr etməklə bizi cənnətə dəvət edir, bizi haramlardan çəkindirməklə bizi cəhənnəmdən qorumuş olur. Qur'anı onu da qeyd edək ki, yəni Qur'an bütün bəşəriyyət üçün nazil olan bir kitabdır. Yəni tək müsəlman üçün, tək mömin üçün nazil olan bir kitab deyil. Qur'an ümumbəşər, ümum insanlıq üçün nazil olan bir kitabdır. Ona görə, yəni Qur'anın hökmləri, Qur'anın əmrləri, Qur'anın nəhiyləri tək mömin, müsəlman cəmiyyət üçün yox, ümumbəşər insanlıq üçündür. Buna dəlil Qur'an-ı Kərimdə Allah Teala özü buyurur ki, Bəqərə surəsinin 185-ci ayəsində Hudən linnas. Yəni Qur'anın nazil olmağın səbəbi bütün insanları, bütün bəşəriyyəti hidayət etmək, doğru yola yönəltmək üçündür. Nəinki bir dəstə cəmiyyəti yox, bütün insanlıq üçün. Yəni Qur'an-ı Kərim qeyd etdiyimiz o məsələ ki var, əmr edən və nəhy edən, bunu nəzəri olaraq bizlər üçün ən kamil şəkildə bizə göstərir. Amma qaldı ki, əməli məsələlərə artıq bizim üzərimizə vəzifə düşür ki, biz onları öz əməlimizdə neyniyək? Tətbiq eləyək, icra eləyək. Bu bir hədis. İkinci hədis Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmdən nəql etmək istəyirəm. Rasulullah buyurur ki, İn aradtum eyşəs suada. Əgər xoşbəxtlər kimi yaşamaq istəyirsinizsə,
Və mavtəş şühəda, şəhidlər kimi ölmək istəyirsinizsə, və nəcətə yevmil haşr, həşr günündən nicat tapmaq istəyirsinizsə, və zillu yevməl harur, yəni harur isti gündən kölgələnmək istəyirsinizsə, vəl huda yevmid dalalə, zəlalət günündən hidayət olmaq istəyirsinizsə, Allah Rəsulü bu bəndləri sayandan sonra bizim üçün bir dənə yol qoyur, bir dənə gözəl bir meyar təyin edir ki, fədrusul Qur'an. Bəs Qur'anı öyrənin, Qur'ana əməl edin. Bu qeyd etdiklərimizdə insan əgər yəni bunlardan xilas olmaq istəyirsə, şəhidlər kimi ölmək istəyirsə, xoşbəxtlər kimi yaşamaq istəyirsə, Allah Rəsulü buyurur ki, fədrusul Qur'an, Qur'anı öyrənin. Niyə? Fə innahu kəlamur rəhman. Çünki o, Rəhmanın, Allahın kəlamıdır. Və hirzun minəş-şeytan. Şeytanın qarşısında bir qalxandır. Və rüchanun fil mizan. Yəni əməllərin hesabatı zamanı yaxşı əməllərin üstün olmasına bir səbəbdir. İndi bu peyğəmbərin buyurduğu bu hədisdə olan o bəndlərə ayrı-ayrılıqda baxsaq, görərik ki, hər biri insan üçün əhəmiyyətli, insan üçün mühüm olan, istər dünya və istər axirətdə olan, yəni insan üçün əhəmiyyətli olan məsələlərdir. İndi bunlara ayrı-ayrılıqda baxdıqda, məsələn, Peyğəmbər birinci buyurdu ki, "İn aradtum ayşəs suada." Əgər xoşbəxtlər kimi yaşamaq istəyirsinizsə, biz cəmiyyətə baxdıqda, cəmiyyətdə xoşbəxtlik anlayışı müxtəlif fikirlər üzərində qurulub. Bəzi fikirlər budur ki, xoşbəxtlik puldadır. Bəzi fikirlər budur ki, xoşbəxtlik var, dövlət, maldadır. Bəzilərdir ki, xoşbəxtlik vəzifədədir. Amma onu unutmayaq ki, bir halda ki, dünən o var, dövlət məndə yox idi, amma bu gün varsa və sabah əlimdən çıxacaq, sabah olmayacaqsa, müvəqqəti olan bir şey insana necə xoşbəxtlik bəxş edə bilər? Yəni əlimdə olmayan bir şey bu gün varsa və sabah təzədən o mənim əlimdən gedəcəksə, bu mənə hansı xoşbəxtlik bəxş edə bilər? Allah Rəsulü də buyurur ki, həqiqi xoşbəxtlik istəyirsənsə, həqiqi səadət istəyirsənsə, fədrusul Qur'an, Qur'anı öyrən. Çünki Qur'anı insan öyrənməklə, Qur'ana əməl etməklə, Qur'ana riayət etməklə insanın əlindən heç vaxt o xoşbəxtlik çıxmaz. Yəni insan dünyasını dəyişsə də belə, axirət həyatında bu dünyada Qur'anı öyrənib əməl etdikləri axirətdə ona neyniyər? Nicat verər və nəticədə insan həqiqi, əsl xoşbəxt, əsl səadət həyatı yaşayır. Ona görə Peyğəmbər buyurur ki, fədrusul Qur'an, Qur'anı öyrənin, Qur'ana əməl edin. İkinci Peyğəmbər buyurdu ki, və mavtaş şühəda, yəni in aradtum mavtaş şühəda, yəni şəhidlər kimi ölmək istəyirsinizsə, biz Qur'an-ı Kərimin ayələrinə baxanda iki yerdə Allah təbarək və Teala Allah yolunda öldürülənləri ölü hesab etməyimizi, onlara ölü deməməyimizi qadağan edir. Bəqərə surəsinin 154-cü ayəsində Allah yolunda öldürülənlərə ölü deməyin. Allah buyurur ki, وَلَا تَقُولُ, yəni Allah yolunda öldürülənlərə ölü deməyin. Yəni zənn etməyin ki, onlar ölüdür. O biri ayədə, Alimran surəsinin 169-cu ayəsində isə Allah yolunda öldürülənlər haqqında belə buyurur ki, وَلَا تَحْسَبَنَّ, belə hesab etməyin ki, Allah yolunda öldürülənlər ölüdür. Onlar diridirlər. Amma siz bunu dərk etməzsiniz. Yəni bu iki ayə biz baxdıqda görürük ki, həqiqətən də Allah yolunda öldürülənlər Allah qatında ölüyor, onlar diri hesab olunur. Peyğəmbər də bizə bu yolu göstərir ki, əgər şəhidlər kimi ölmək istəyirsinizsə, onda neyləyin? Fədrusul Qur'an. Yəni şəhid ölən zaman şəhidə hansı savab verilirsə, bir insan Qur'anı öyrənər, Qur'ana əməl edər, öz həyatını Qur'an üzərində qurar, öz əməllərini Qur'anla nizamlayarsa, o şəxs də dünyasını dəyişəndə şəhidə verilən savab bu şəxsə verilər. Sonra buyurur ki, وَالنَّجَاتَ يَوْمِ الْحَشِرِ, məhşər gününün çətinliyindən nicat tapmaq istəyirsinizsə, bilir ki, insan dünyasını dəyişəndən sonra sorğu-sual zamanı gələndə ən çətin məqamlardan da biri məhşərdə, yəni Allahın huzuruna gəlməsidir ki, o sorğu-sual zamanı Allahın huzurunda haqq hesab vermək. Əgər o haqq hesabda, o sorğu-sual zamanı biz o sorğu-sualın çətinliyindən nicat tapmaq istəyiriksə, Peyğəmbər yenə bizim üçün bir meyar qoyur ki, fədrusul Qur'an, yəni Qur'anı öyrənin, Qur'ana əməl edin. Sonra Peyğəmbər buyurur ki, وَظِلُّ يَوْمِ الْحَرُورِ, Harur burada o cəhənnəmin istiliyinə işarədir. Yəni o cəhənnəmin istiliyinin, onun istiliyindən qorunmaq istəyirsinizsə, kölgələnmək istəyirsinizsə, yenə də Peyğəmbər bizim üçün nə meyar qoydu? Fədrusul Qur'an, yəni Qur'anı öyrənin, Qur'ana əməl edin.
Sonra Peyğəmbər buyurdu ki, "Vəl huda yevmud dalalə." Zəlalət günü nicat tapmaq, hidayət olmaq istəyirsinizsə, yəni insan əgər haçan zəlalətə düşərsə və o zəlalətdən xilas olmaq istəyirsə, nicat tapmaq istəyirsə, hidayət olmaq istəyirsə, Peyğəmbər yenə bizim üçün gözəl bir yol qoydu ki, "Fədrusul Qur'an." Qur'anı öyrənin, Qur'ana əməl edin. Yəni hər bir halda biz baxırıq, görürük ki, həqiqətən də Qur'anı oxumaq, Qur'anı öyrənmək və Qur'ana əməl etmək hər bir çətinlikdə insanı neyləyər? Xilas eləyər. Allah Rəsulunun hədisi sonunda Peyğəmbər buyurur ki, Qur'an haqqında "Fəinnehu kəlamur Rəhman." Həqiqətən də o, yəni Qur'an-Kərim Allahın kəlamıdır. Yəni bu elə bir kəlamdır ki, Allahın sözündən o yana heç kimin sözünün gücü, qüvvəti olmaz. Yəni həqiqi kamil olan söz, kamil olan cümlə, kəlam Allahındır. Buna görə Peyğəmbər buyurur ki, "Fəinnehu kəlamur Rəhman." Yəni bilin ha, o Allahın sözüdür. Allahın sözünü oxumaq, Allahın sözünə əməl etmək o insanı hər bir zaman bütün çətinliklərdən xilas eləyər. Və hirzun minəş-şeytan. Şeytanın qarşısında bir qalxandır. Sanki insan Qur'an öyrənməklə, Qur'anı oxumaqla, Qur'ana əməl etməklə şeytanın qarşısında özü üçün bir qalxan qərar verib ki, şeytan o qalxanı keçə bilmir. O qalxan da nədir? Qur'an-Kərim. Sonra buyurur ki, "Varuchanum fil mizan." Əməl tərəzisində yaxşı əməllərin üstün olmasına səbəb olar. Yəni görürük ki, həqiqətən də Qur'an oxumaq insan üçün dünya və axirətdə, Qur'ana əməl etmək insan üçün dünya və axirətdə nə qədər faydalıdır. Üçüncü bir hədisi İmam Əmirəl-Möminin Əli ibn Əbi Talib əleyhissalamdan nəql etmək istəyirəm ki, Əli əleyhissalam da burada Qur'anı çox gözəl şəkildə vəsf eləyir. Qur'anın necə bir kitab olduğunu bizə göstərir. Əli əleyhissalam buyurur ki, "Va'lamu, bilin, ənə həzəl Qur'an, həqiqətən bu Qur'an huvan-nasihullazi la yağuş." O elə bir nəsihət verəndir ki, yəni Qur'an-Kərim insana daim nəsihət eləyir, daim tövsiyə eləyir. Əgər deyirsən nəsihət edən axtarırsansa, Əli əleyhissalam buyurur ki, yəni bu hədisin mənası budur ki, Qur'ana üz tut. O elə bir nəsihət verəndir ki, la yağuşşu, öz nəsihətində səni aldatmaz. Bəzən insan nəsihət üçün birinə üz tutduqda, o insan qəsdən ola, ya səhvən, bilmədən, xəta üzündən olsa da, insanı əyri yola yönəldə bilər, səhv nəsihət verə bilər. Amma Qur'an-Kərim, Əli əleyhissalam buyurur ki, elə bir nəsihət verəndir ki, öz nəsihətində səni heç vaxt aldatmaz. Vəl-hadi əlləzi la yudil. Qur'an elə bir hidayət edəndir ki, Qur'an elə bir düz yola yönəldəndir ki, onun hidayətində zəlalət olmaz. Daim səni hidayət, yəni düz yola yönəldər. Əgər sən hidayət olmaq istəyirsənsə, Qur'anı öyrən, Qur'ana əməl elə. O öz hidayətində səni nədir? Zəlalətə tərəf aparmaz. Sonra Əli əleyhissalam çox gözəl bir təbirlə vəsf edir Qur'anı. Deyir, "Vəl-muhaddithullazi la yaksib." Qur'an elə bir həmsöhbətdir ki, elə bir danışandır ki, öz danışığında yalan deməz. Məsələn, bir insanla oturub duranda, bir insanla yoldaşlıq edirsən bəzən, görürsən o insan danışığında yalana yol verir, səhvə yol verir, xətaya yol verir. Amma Qur'an-Kərim elə bir həmsöhbət, elə bir danışandır ki, Əli əleyhissalam buyurur, o heç vaxt öz danışığında yalan danışmaz. Sən Qur'ana yalan danışsan da, sən Qur'anı aldatsan da belə, Qur'an sənə yalan danışmaz, Qur'an səni aldatmaz. Sonra Əli əleyhissalam hədisin sonunda Qur'an haqqında yenə çox gözəl bir təbirlə Qur'anı vəsf eləyir. Deyir, hər kim Qur'anla oturub durarsa, yəni Qur'anla yoldaşlıq edərsə, Qur'anla həmsöhbət olarsa, Qur'anla həmməclis olarsa, o şəxsdə iki hal baş verər. Bir ziyadətin av nöqsanin. Yəni onda bir çoxalma baş verər, bir də nöqsan, yəni azalma. İndi bunun mənası nədir? Əli əleyhissalam buyurur ki, ziyadətin fi huda. O şəxsin hidayəti çoxalar. Yəni insan nə qədər öz həyatını Qur'anla qursa, öz danışığını, davranışını, əməllərini, işini Qur'an üzərində qurarsa, Qur'anla gedərsə, o insanın hidayətində çoxalma baş verər. Yəni daim o insan düz yolda olar. Hidayət dedikdə, yəni tək İslam dininə gəlib, İslamda olmaq yox. Əgər insan ticarətini Qur'anla qurarsa, ticarətində hidayətdə olar. Yəni ticarətində halal olar, haram olar. Danışığını
Qur'anla qurarsa, danışığında halal danışar, pis sözlər danışmaz, yalan danışmaz, qeybət etməz, kiməsə şər, böhtan danışmaz. Əgər yeməyini Qur'an üzərində qurarsa, onun yeməyi halal olar, haram olmaz, haramlardan çəkinər, halallara tərəf gedər. Yəni hər cəhətdən insan öz işini, öz həyatını Qur'an üzərində qurarsa, hər cəhətdən onun hidayəti çoxalar. Əv nöqsanin min umya. Yəni onun zəlaləti, onun korluğu, korluqdan məqsəd, yəni onun zəlaləti azalar. Yəni insan nə qədər Qur'anla dostluq edərsə, nə qədər Qur'anla həmsöhbət olarsa, nə qədər öz işlərini Qur'an üzərində qurarsa, Qur'anın göstərişlərinin üzərində qurarsa, onun hidayəti, düzgünlüyü, onun ədaləti, onun gözəlliyi çoxalar. Əksinə, onun zəlaləti, onun əyriliyi, onun qəlbində olan o mənfi, rəzil olan o xüsusiyyətlər ki var, onlar aradan gedər. Hidayəti çoxalar, zəlaləti azalar. Allah bizi həqiqi Qur'an oxuyub, Qur'ana əməl edənlərdən qərar versin. Allah dünya və axirətdə bizi Qur'anın nurundan binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuh.